Demək olar bu gün yenə qadınların videolarına baxacağıq. Axırıncı dəfə belə bir videonu 8 ay əvvəl çəkmişdim. 4 ayda keçəndən sonra bir il olacaqdı. Mən dedim ki, yenidən belə bir video çəkim. Hələ görək bu səfər bu videodakı qadınların yumoru varmı əgər? Artıq uca bilsən nətərdə. Yolda keçən biri qız mənə görən deyir ki, "Nə oldu və qadınlarda yumor yoxdur deyən oğlan sən deyildin." Mən hələ bir şey başa düşmüş deyiləm ki, mən qadınların yumoru yoxdur sözünü harda istifadə eləmişəm. O məni güldür 10 manat qazan videosundakı Fidanın dediyi sözdən başqa bir yerdə. Yəni o söz istifadə olunmayıb da qardaş. Yəni ciddi mən deməmişəm ki, qadınların yumoru yoxdur, bütün qadınların yumoru yoxdur deyə bir şey deməmişəm, başa düşürsən. Amma ki, bu sözü haralardan çıxardılar, həqiqətən mən bilmirəm. Nəysə, sadəcə bu video seriyasının məqsədi odur ki, qadın bloqerlərin, sırf qadın bloqerlərə yer verirəm bu videoda və onların videolarına baxıram. Bundan ibarətdir. Sadəcə video baxın, əylənin, ləzzət alın və videoya like atın deyirəm və videoya keçirəm. Görələr qabağımıza rət videolar çıxacaq. WhatsApp danışığı. Nəyinirsən mənim? Heç, sən nə edirsən? Mən də işdəyim də oturmuşam. Nə oldu yenə bu internetə? Hələ onda... Camal yığma, mənim artıq sevgilim var. Kim bu oğlum? Kim? Bu kimdir? Nərmin, nə var? Ne oldu o? Neyinir o? Yığma, Ne məni oldu? söndür. Nə söndür Nərmin? Nə çox görsən o? Ay 2 saniyəli yox idim. Nə danışsan sən? Mən demədim, mən yığma. İlçiliyi nədir? Nə baş verir? İstəmək nədir Nərmin? 2 saniyəli reklam yoxdur. Bir şey başa düşmürəm. Qızı istəyəndə niyə görüntülü danışırsan hələ də köhnə sevgililə? Nə oldu yenə bu internetə? Ay qız, eşidirsən məni? Hə. Və o hə dedi. Görüm Hilal imşək dedi. Yenə getsin. Ay qız, Gələcək səfərdə aslında yəqin ki, uşağım uşaq olur. nə baş verir? Nə oldu? Bircə saniyəli yox idim mən. Allah sən bəlan versin, Allah sən bəlan versin. Nə oldu? Sənə görə ailəm dağıldı özü. Maraqlı bir videodur, xoşuma gəldi. Yəni kreativ və yaradıcı bir videodur. Həqiqətən bəyəndim də yəni. Yazıb ki, axırda elə bildim məndə getdi internet. O onda ondur, amma normal şeykeri yoxdur. Şeyker nə lan? Что ж ты, фраер? Gələ mən su qabını deməyə çalışmışım. Bu arada mən belə şeylərdən baş çıxmır, özür dilərim. Я тебе. Məncə var bir-birinizi tapırsınız da yəni. Balam nənəm pirajki bişirməyə bacarmır. Sifariş elə bir ondan gətirsinlər. İndi giz-giz mahnılara qulaq asın. Mahnılar bizim vaxtı idi. Otur. Ay bala, nənənin glutesi çörəyini əl vurma. Gedib dədəvin evində tıxarsan. Vaxtında Ağşəhərdən ev aldım. Görmə aparacağım. Sən də əziyyət çək özün üçün al. Mən səni görəndə öyrənəm. Çorba Nənəm aparacam. balası hələ tələsmə evlənməyə. 40 yaşın var da, biraz da özün üçün yaşa. Ay uşaqlar çatdıq düşün. Yəni istirahətdə. Ola, vaxtında var. Mən atam maşını hənsi vursaydım qapısına, mən bilsən nə qarardı. Vitaminli bir şey yiyin, bədəninizə vitamin geçsin. Nə qədər olar o kartoşka frini yemək, o telefonu da yığışdırın da. Abone Asa bilən sözdəm bu arada. Yəni mən xeyli mən aslında işləmişəm də. Yəni 1 il yarım 2 ilə yaxın və hər gələn uşaqlar ancaq kartoşka fri yeyirdilər də. Yəni başa düşürsən. Hər şeylə məhrumdular. Yəni sadəcə dadı kartof fridə görürdülər. Necə də uşaqlar bəyənirsiniz buranı? Sən bilən sözdəm. Buna görə də uşaqlara nə təhtilə aparmaq lazımdır, nə də ki istirahətə aparmaq lazımdır. Ondan sonra qoyun nənəsinin yanında özünüz gedin istirahətə. Of, ay Ayşən, bəlkə də onu sevməməliydim ya. Bəlkə də səslənməsəm. Sənə sözüm yoxdur. Ayda, yayda qəşəng Xızı dağlarına gedək, kabab, qəşəng çay, isti çay. Gəzək biz. Xızı dağlarına. Ayda, Ayşən, çox soyuqdur, tut da əlimdən. Tut elimdən beni çox sev. Mən gedirəm artıq. Maraqlı bir pozitiv video idi. Yaxşı, nəsə demirəm. Ayda çox qəribədir. Bir nəfər bir gəlib yaxınlaşaq, deyək ki, gəl tanış olaq. Normal biri gəlib desə ki, tanış olaq, kim yox deyərək ona. Münasibət var, nə bir oğlan var. Sağ ol. Sizinlə tanış olmaq olar. Pah! Sən kimsən əməsənə tanış olaq? Get işinə məşğul ol. Zolla bağışlayın. Get yolva get. Zolla bağışlayın. Gedə yolva, get. Reallığı əks etdirən videoları həqiqətən də çox sevirəm. Bəzi qızlar, yəni oğlanlara üz verməyəcəksinizsə, ya da ki oğlanlar tərəfdən danışıram, yəni qızlara üz verməyəcəksinizsə ya da yaxınlaşmayacaqsınızsa, boş-boş təkəm deyə ağlamanın bir mənası yox. 3-cü dünya müharibəsi, tank sürürsən və sağında atan otur. Hormuzu bırak gaza bas. Gaz hansıdır mango. Kanapka dağıldı içə. Ay eşek deyil. Bu maşın qırmızı. Saxla qırmızıdır. Rulu geçirteceğim başıma. Videonun bir qadın yumoru ilə bəlağəsi yoxdur əslində baxanda. Videodakı qadın deyil, düzdür amma səs yəni Məhəmməd Əli Həsənovun səsidir. Bu videonu niyə almışıq bilmirəm. Başıma gələn ən xırda hadisə ChatGPT-nin darlama səviyyəm. Meyve yiyorum. Meyve olarak da 2 tane meyve yiyorum.
Mesela evde 2 tane meyve var. İkisinden yemek istiyorum. İkisini de yiyorum. Bu arada inşallah ChatGPT yaxşı yoxsa Gemini onu yorumlaq istəyində tartışın. Mən Gemini artıq son zamanlarda daha çox sevməyə başladım. Burada Gemini reklamı girmiş bir şey yoxdur ancaq Azərbaycanda etdiyimiz mizahı başa salmaq mövzuətində qanunda bizim minimum gərginlik. Xahiş edirəm, kimin ekran sürəsi azdısa mənlə dostluq eləməsin, okey? Mən oradan nəsə deyəcək, sual soruşacaq, mən deyəcəm Elvira, hə, yox. Mənə durub belə baxacaq sözümə lazım deyil, mən elə dost. Bilirsiniz, bu çox lənətə gəlmiş bir şeylə başa düşürsən. Biz zarafat edirsən və onu başa düşmürlər, sifətimə lom baxırlar. Sonra deyirlər ki, gülməlidir, nağaraq gülər, yəni üstəyində gülürük, 1 2 4 falan kimi cici şeylər eləyirlər, yəni fikirlər bildirirlər. Qardaşım, başa düşmürsənsə bu sənin problemindir, mənim problemim deyil, başa düşürsən yəni. Yəni o zarafata gülən hamı maldır, bir sən ağıllısan ya. Salam, salam. Salam. Kafe sifariş verim çay. Yo, mən içib gəlmişəm. Birlikdə içərdik. Başında niyə şey var? Yo, ehtiyac yoxdur, mən içib gəlmişəm. Sən niyə belə tələsik gəlib burada bəzənirsən? Başında dəsmal var ya sənin. Dəsmalla gəlmisən. Mən sənə görə bəzənmirəm. Birazdan qızlarla görüşəcəm, ona görə hazırlaşıram. Dedim ki, aradan səni çıxarım, gəlim səndən görüşüm, biraz yalanlarına qulaq asım. Yaxşı. Salam, salam. Salam. Amma video çox qısadır. Bunun ardı belə olmalıdır ki, bir yerə bağlanmalıdır mənim fikrimcə. Ancaq yenə də yaxşıdır, okey. Filan cavab deyir ki, nə deyirsən lan mənim videomu, sil o video. Bunlar şey deyirlər, bizim sevgilimiz yoxdur. Metroda bizi gördülər, göz qaş elədilər, qardaşlar. O video o qızlar deyirlər. Birinci gün hara gedirik? Birinci gün mən yastayım ağlayacağam. Mən çiməcəm, başıma soyuq olar. Bəs ikinci gün? İkinci gündəki mən toydayam oynayacağam. Mən də yastayım, uyuyacağam. Getməyək. Yastayam, uluyacam da. Gəlir deyirsən, evlərik. Bu iki qıza heç nə demirəm, bu ən sağdaşın ən soldaşı, amma ortadakı qız çox cringe videolar çəkir həqiqətən də. Yəni Allahdan onun videosunu almamışıq da yəni. Qız olduğuna görə yox, sadəcə çəkdiyi videoların tipinə görə. Başa düşün, lom yığın. Niyə Məmmədi, Vəlini, Zauru, Hüseyni, nə bilim Cavanşiri yox Rüstəmdən yapışdı? Niyə? Çünki Rüstəmin dilləri var, ona görə. Nə var? Şirin dilləri var. Əksinə takıntılı olan bir insanın 2 qram beyninin və düşüncəsinin olduğunu heç düşünmürəm. Xüsusilə də əgər pis bir şəkildə ayrılmışsınızsa, o sizə xəyanət eləmişsə və s. Xəyanət üstünə ya da başqa bir şey üstünə sevgilindən ayrılıbsansa və hələ də onu fikirləşirsən, sən axmağın birisən. Dümdüz sifəti verirəm, sən axmağın birisən. Kənddə mövzunun şişirtmə səviyyəsi. Okeymiş. Okey. Ne biçim konuşma kızım bunlar? Bana bak, toparla kendini. Ümumiyyətlə var, chatdəki normal, yəni luboy bir dənə sözü deyin, hə. Onun ucu Allah bilir haraları zada çıxardı. Yəni başa düşürsüz. Abi chatdəki insanlar var ha, hələ də qızların hə evlənməmişdən əvvəl qaş almasa pis baxırlar. Fikirləşə bilirsiniz siz. Qızın qaşındakı 2 dənə tük əksik olanda ona başqa gözlə baxırlar chatdəki insanlar. Siz hələ də mən beynim almır hələ də bunu fikirləşəndə. Yəni insanın üzündəki tüşə görə ona hörmət qoyurlar da yəni. Gedək dincələ qəşəng rayonda. Bir də mən siqaret çəkim sonra. Mama qurban, bir dənə piçi quş dolma götürmüşəm, onu qızdırıb yolda yeyərəm. Az qənd götürdün. Yox, biraz mürəbbə götürmüşəm, 5 balon yolda yeyərəm. Mürəbbə edirəm, qənd lazımdır mənə. Hər günə saxla qıraqda bir dənə qənd. Ay Allah, biraz yavaş sür, ay Allah, başım getdi, ay Allah. Yavaş sür, ürəyim Ay bulanır. qız, sağla sür, sağla. Hələ heç sürmürəm, özə sağ protivdir. Ay bala, mən sağdım, sol deyirəm, solla sür. Ata sağ dedin axı. Yavaş sür, dolmalar dağılır, yavaş. Hədə sağla, sağa bu kim oxşayıb belə? Mən getmirəm Vabcı rayona. Deyəsən Azərbaycanda hamı eyni vəziyyətdədir və eyni şeyləri yaşayırlar. Yəni bir video nə qədər düz ola bilər də maksimum. Bitməyən o şikayət. Mama, bax sənə nə almışam. Necə alırsan bala? Mən harda görmüşəm həblə şeyləri? Sənə dədən bir dəfə gəlib dedimi, ay arvad, ala, bu da sağ hədiyyə. Qədrimi bildimi? Mən bir gün görmüşəm ha bu evdə, ay bala. Nə qədər pul verim sana buna? Mama, mən gəldim. Gəl bala, gəl. Mən ha bu evə gələndən bir gün görməmişəm olsa da heç kim qədrimi bilməyibdi. Bütün nəsli yığışıb hamısı ərəsi bitirədən parmaq elədi. Kim vermədi, mən bir xoş gün görüm. Yemək gəl bala. Bu analar niyə belədir, mən başım çıxmır. Messi deyinirlər, Allah, yəni həyatdan zövq aldıqları bir an görməmişəm də yəni. Ha, bax, işdə tərtib olundum, vəzifəm qalxdı. Bala, toşluma oxşuyubsan, yaxşı oxşamayıbsan dədən tərəfə, qırılmışlara. At o boyda nəsildə bir dənə normal adam yoxdur. Sonra başqası bəyənmirlər, məni bəyənmirlər. Mən gəldiyim gündən abayım onlara xidmət eləməkdən başladım. Azmə mən dərdimi kimə deyim, azmə mən sən niyə oxşamışlar. Reallıq əksəriyyətlərin videoları sevdiyimi demişdim. Desin bu videoda demişdim. Nəsə ola bu video bu qədərdir. Ümidəm sevdiyiniz bir video olmuşdu. Daha çox qadınların yumoru adlı videodan istəyirsizsə bu videoya bir dənə like atmayı unutmayın. Sonra topu sizə atıram, söz sizə atıram. Sizdə qadınlarda yumor varmı? Gəzək video görüşmək. Sağ olun.